Herkese salam. Sizin üçün yeni bir vloqa başladım. Bu bir neçə günlük vloq olacaq. Əvvəlcə Alinanı oyatmağa çalışdım, çünki peyvəndə getməliyik. Mənə maraqlıdır ki, siz körpələrinizi vaxtı-vaxtında peyvəndə aparmısınız ya yox? Mənə yorumlarda yazarsınız. Çünki peyvənd haqqında fərqli fikirlər mövcuddur. Buna görə də bilmirəm siz hansı düşüncədəsiz. Biz bu günə qədər Alinanın artıq 4-cü ayıdır və bütün bu aya qədər olan bütün peyvəndlərinə aparmışıq və fikrimiz var ki, peyvəndləri olunsun. Mənə sizin fikirləriniz də bu mövzu haqqında maraqlıdır. Zəhmət olmasa mənə yorumlarda yazarsınız. Peyvənddən qayıdırıq və fikirləşdik ki, parkda biraz hava alaq və səhər yeməyini yemədiyimiz üçün marketdən alış-veriş etdik və elə səhər yeməyimizi də parkda yedik. Burada isə sizə aldıqlarımı göstərirəm. Biraz market alış-verişi elədik və evə qayıtdıq. Xanımlar, mən təmizliyə başladım. Öz otağımdan başladım bu təmizliyə və sizin üçün də bir neçə kadrlar çəkdim. Digər otaqları təmizləsəm də sizin üçün bütün otaqların təmizliyini çəkə bilmədim. Sadəcə öz otağımın təmizliyini qismən də olsa çəkə bildim. Mən təmizliyi həmişə Sleepy ilə edirdim. Bu dəfə isə su hazırladım və demək olar ki, otaqda silinməyən yer qalmadı. Hazır toz-soranımı yumuşdum və bütün hər yerin tozunu təmizlədim. Adyallar çırpıldı və havaya qoydum. Bütün qapıları və otaqda olan əşyaları sildim, amma bütün təmizliyi sizinlə bölüşə bilmədim.
Çox xoşbəxtəm, çünki işlərim bitdi. Bundan sonra çayımı içib keçəcəm yemək hazırlığına. Qızlar, dünən bir yer tapmışdıq Nərimanovda. Göyərtini 10 qəpiyə verirdilər. Mən də 29 dənə göyərtidən almışdım. Yəni fərqli göyərtilər. Bir hissəsini göyərti yumurta eləyəcəm. Belə hər cür göyərti növü var idi. 10 qəpiyə olmasına baxmayaraq dəstələr çox iri idi. Və bu formada indi göyərti yumurta eləyəcəm. Belə bir qab bilmirəm kimin evində var, amma bu işi çox asanlaşdırır. Düzü mən bunu çox vaxt istifadə etmirəm, çünki bunu yumaq daha zəhmətli kimi gəlir mənə. Amma hal-hazırda göyərti doğramaq üçün məncə ən yaxşısı budur, çünki taxtada doğrasam daha çox vaxtım gedəcək. Ona görə də bu formada edəcəm. Bu arada təzə dəyişikliklər olub. Mən sizə göstərməmişəm. Dünən manatlıq mağazadan bunu aldıq. Çəngəl bıçağı üçün. Bu da dolab içlərinə sərmək üçün belə bir şeydir. 2 manat 50 qəpiyə. Bunu 9 manat aldıq. Belə asılqanlar, arxası yapışqanlı asılqanlar aldıq. Burada yeni bir dolabımız var artıq belə. Bunu neftçilərdə düzəltdirmişik. Həqiqətən də çox səliqəli işləyiblər. İçərisi də belə də geniş. Hələ ki belə yerləşdirmişik, amma hələ ki bizə uyğun deyil içərisinin belə yerləşdirilməsi. Zamanla məncə bizə uyğun vəziyyətə gətirəcək. Formada oldu. Bura belə. Bura indi o biri təzə aldığımızı yerləşdirəcəm. Və aşağı hissədə belə. İçləri çox genişdir, çox əşya tutur. Və bura qoyduq. Digər yerinə də, bu hissəyə də yeni bir dolab alınacaq. Alınacaq dediyim, yenə də sifariş verəcəyik. Öz istəyimizə uyğun bir şey düzəldəcəyik burada. Görüntüsü də təsadüfən bizdə bu əvvəllər var idi. Təsadüfən də bunların forması üstündəki dizaynı filan eyni olub. İndi növbətisini də sifariş verdiyimiz zaman çalışacaq ki, buna uyğun olsun. Göyərtiləri gördüyünüz kimi aparatla doğradım və belə dadlı göyərti yumurta hazırladım. Qızlar, sonunda mən də saçımı kəstirə bildim. Formada hal-hazırda səliqəsiz görünür, çünki həm yeməyi bişirmişəm, həm də yığmışdım. Qəşəng saçımı ukladka eləmişdi salondakı xanım. Amma o ukladkadan əsər əlamət qalmayıb artıq. Necə vaxtdır ki, sizə də demişdim, saçımı kəstirmək istəyirəm. Bugünə qismət imiş və həqiqətən də yaxşı oldu, bəyəndim. Elə evimizin yanındaydı, oraya getdim ki, çox vaxtım getməsin yola. Həm də mən çox sevmirəm, yəni əvvəllər məsələn lazerə, neftçilərə, inşaatçılara getmişəm. Həqiqətən də adam çox yorulur. Ona görə də çalışıram ki, elə lazeri də, hər şeyi də yaxında tapım. Lazer tapmışam. Düzdür, o qədər də çox məmnun deyiləm, amma yenə də əgər yaxşı bir yer tapsam, sizinlə də bölüşərəm. Nərimanovda axtarıram. Əgər sizin də bildiyiniz bir yer varsa, məsləhətdir, mənə yaza bilərsiniz. Maraqlı bir şeylər də var. Bunları saxlamışım. Alina üçün almışam bunları. Bunu yoldaşım üçün almışam onu. Yoldaşım dedi, bu Allah maraqlı bir şey oxşuyur. Hələ də açmamışam. Çünki istəyirəm sizinlə birlikdə açım. Sizin üçün video çəkim. İnanırsınız, bəlkə bir həftədir ki, mən bunları almışam. Sizin üçün çəkməmişəm deyə heç açıb da baxmamışam ki, bu nədir. Sizsiz bir iş görə bilmirəm. Bunları Araz marketdən almışıq. 1 manatlıq bir hissə var marketlərdə. Bilmirəm, görmüsünüzsə. Hamısı 1 manata idi. İndi açacağım sizin üçün bunu.
açmağa çox qorxuram. Çünki bu biraz fərqli bir şey oxşuyur. Sizinlə birlikdə açaq. Üstündə böyle tüklər var. Çox qəribə bir şeydir. Çox mənasız bir şeydir. Geçen dəfə sizə göstərmişdim Alina üçün aldığımı. Bakın bu da belədir. Slime'dır. Bilmirəm görmüsünüzsə. Yəqin ki görmüsünüz. Uşaqlı evlərdə olur. Bizdə də. Biz özümüz üçün aldıq. Maraqlı gəldi mənə. Mənim heç slime'ım olmuyor. Burada da ağlayan smiley koyacağım. Bu sözüme göre mənim heç slime'ım olmuyor. Güya çok lazımlı bir şeydi. Olmuyor. Belə mənasız bir şey. Belə. Mən gedim uşağım ağlayır. Diyetaya başlamışam. Diyeta dediğim əslində tam olarak diyeta değil. Çünkü süt verdiyimə görə hər şeyi kəsə bilmirəm. Sadəcə bu aralar çörəyi azaltmışam və şirniyyat azaltmışam. Belə çayım var. Hər səhər demək olar ki, səhər yeməyim bu formada olur. Biraz dad fərqli olsun deyə kalbasadan əlavə elədim. Bu halal kalbasadır bu arada. İçini bildiyimiz üçün bu kalbasadan alırıq. Və yumurta, 2 dənə yumurta yağda bişirdim. Burada biraz qatıq var. Qatığı elə olduğu qabında çıxardım. Onsuz da hamımız artıq bir-birimizi daha yaxşı bilirik. Ona görə də əlavə bir nəysə özənmədim. Sadəcə səhər yeməyimizsə göstərmək istədim. İndi qatıqdan da əlavə eləyəcəm və bu formada yeməyimi yeyəcəm. Markete getmək lazım idi. Getdim, gəldim. Bir dənə toyuq aldım. Belə indirmə düşmüşdü. 7 manat 59 qəpiyə olanını aldım. 4 manata düşmüşdü. 4 manat neçəsə qəpik. 4 manat 65 qəpiyə düşmüşdü kilosu. Siyazanı aldım. Rəngli biberlər də indirimdə idi. Rəngli biberləri aldım. Bu da 3 manat 30 qəpik tutdu. 4 dənəsi. Belə yoldan göyərti aldım və həmişə yediyimiz nur çörəyi. Bu nur çörəyi həqiqətən də digər çörəklərdən fərqlənir. Qızlar, bu arada türk aşı eləyirəm. Əvvəlcə qazana yağ atdım. Yağ əridi və düyünü əlavə edib biraz qovururam. Qovururam dediyim, yəni biraz suyu çəkilir. Bundan sonra da suyunu və duzunu əlavə edib pişməyə qoyacağım. Burada da supum qaynıyor. Supun da içinde soğan, kartof, yarım pomidor və xırda vermişel var. Duz, sarkök filan da əlavə etmişəm suyuna. O da orada qaynayır. Mən də burada aşımı bişirirəm. Bundan sonra da toyuq hazırlamağa keçəcəm. Kızlar, burada da başladıq artıq Novruz xonçamızı hazırlamağa. Biz xonçamızı hazırlamamışdıq və son çərşənbəmizdə istədik ki, bu xonçamızı da hazırlayaq. Belə bir xonçamız alındı. Burada yoldaşım mənə xonça hazırlamaqda çox kömək oldu. Demək olar ki, xonçanı yoldaşım hazırladı. Ve burada da gördüğünüz kimi yoldaşım ve baldızımla birlikte yumurtalarımızı bəzətdik. Düzdür, biz boyadan istifadə etmədik. Belə hazır vasitələrdən istifadə etdik. Amma məncə çox maraqlı alındı.
Qızlar, qaynanamın ad günü üçün hazırlıqlara başladıq. Hazırlıqlar üçün Gəncliyə getdik. Pozqazan və Alina üçün də 2 kitabça aldım. Özümə də təbii ki bir şey almalıydım. Buna görə də bir kofta aldım. Burada artıq evə qayıtdıq və Alinanın altını dəyişdikdən sonra başladım sürprizimi hazırlamağa. Mən və yoldaşım qaynanam üçün pozqazanlar aldıq və buket formasında yığdıq. Qaynanam 30 manatlıq lotereyadan, pozqazandan 18 manat qazandı. Məncə bu fərqli bir ad günü təbii ki oldu. Təbii ki təkcə sürprizimiz bu değildi, həm də qaynanamın ad gününə tort sifariş vermişdik. Bu sürprizlər həqiqətən qaynanamın çox xoşuna gəldi. Sizin gördükləriniz ad günündən bir gün qabaqdır, yəni axşam 12 üçün biz hazırlıq görürdük və ağ çiçəyimə gəldik. Buradan da bir buket gül aldıq və bundan sonra gedirik və Azzadan kiçik bir tortumuzu da aldıq ki, saat 12-də qaynanamın ad gününü təbrik edə bilək və bundan sonra növbəti günü də sizin üçün çəkmişəm.
Artıq səhəri gündür. Biz başladıq hazırlıqlara. Çox yemək etməyəcəyik evdə. Sadəcə salatlar və toyuq bişirəcəm və bundan əlavə də biz Papa Johnsa gedib ad günü endirimindən istifadə elədik. Deməli, qaynanamın 65 yaşı olur və buna görə də 65% endirim qazandıq. Əgər vloqumu bura qədər izlədinizsə, təşəkkür edirəm. Bəyəndinizsə bəyənməyi və yorum yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti vloqlarda görüşənədək. Hələlik.